Bu defa salatımızı yeni bir özellikle bezeyip süreyə keçirsək. Salat üçün lazım olan ərzaqlardan yumurta və pendir süzgəcinin en küçük gözünü keçirsin, bir de ərzaqları çox gözəfədə verirəm. Salat üçün lazım olan ərzaqlardan kaynanan ve konak yemiştim ve ben balkonda yeni yağlı tutuyorlar. Derhal indirlerden yararlanmak istedim. Bu yağın açılışına xüsusi indirler. Burada olarken yeni tədbiri yüklədim və kampanyalardan yararlandım. Tədbirdə ünlü ülkədir. Hər ikisi hədiyyələri əldə etmək üçün tədbirdə tədbirlər daxil ol və həmin bunu sürprizini aç. Yağ oturmaqdan yuxarı alıb götürürlər və bravo rəqəmsal kasını təqdim edir. Müştərilər üçün içəridir. Mistik məxluqlar adında bir oyundan müştərdir. Bravo mağazalarında hər 20 manatdan yuxarı alışverişdə bir rəqəmsal ştamp verilir. 10 ştamp topladıqda bir mistik məxluq qazanırsınız. Az yaşlı övladım olmadığı üçün qazandığım mistik məxluqu da orada hədiyyə verdim. Salat üçün iri bir qabın içərisinə doğranmış toyuq filesi, sürkəcdən keçirilmiş Holland pendiri, yumurta, yenə də doğranmış gavalı, qoz ləpəsi, duz, qara istiot və bir də mayonez əlavə edib bunları yaxşı-yaxşı qarışdırırıq. Hazırladığımız salatdan bir xörək qaşığı dolu olmaqla götürürük və ovcumun içərisində gördüyünüz kimi yumru dairə formasına salıram və dekor üçün də doğranmış şüyüd, qoz ləpəsi, şirin paprika və Holland pendirindən istifadə edirəm. Şirin paprikanın dadını bəyənməsəniz onda nar dənələrindən də istifadə edə bilərsiniz. Yolka oyuncağına oxşaması üçün mən qara zeytun və şüyüd saplaqlarından istifadə etdim. Həqiqətən də çox gözəl alındı. Sizlərə də fikir olsun. Yeni il süfrəsi üçün bu gözəl salatdan mütləq hazırlayın. Sonda isə videonu bəyənib yaddaşa verməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.